Paytaxtda 9 nömrəli avtobusda gərgin anlar yaşanıb. İddialara görə işıqforun qırmızı işığında dayanan avtobusda sürücü sərnişinlərdən birinin pəncərəni açmasına əsəbləşərək onun üzərinə qışqırıb və kondisioner işləyir, pəncərəni niyə açmısan deyə irad bildirib. Bütün mübahisə də bundan sonra başlayıb. Həmin görüntüləri təqdim edib. Şikayet edirəm, nə deyirəm sənə tombol fikir ver. Bana kışkırma da böyle. Bir də sən... Arıyorlar. Düz değil lan kubar. Mən kumar sənsən, lan Muraz. Yaxşı, mənə sakit ol. Ay, bir yaş saqqal deyib, bir bəş. Allah saqqal bir dəfə günü bildik ha. Bir dəfə günü bildik. Bir dənə ilə Kışkırma diyorum sana. O da yanda sakin. ha, bildim də, ha, bildim. Sakin yerinde otur. Sakin yerinde otur. Mənə də söz gəlir, amma olmaz da. Ha, sən açma da, burada nə var? Burada pratikamlık ediyor. Burada şəfikli deyil, Allah'ın dostu iki güclə Alışmışdır zəhn Bu onu xod vermişəm, mən bundan Hadi o onu sigaret gözünü göster. Hava istili çatdırır. Konsernet çatdırır. Ha, Kanserleri işleyir, maşın sürende işleyir. Diğerden yerde kanserin işlemiyor. Надо учиться, не надо быть этим koyunu. Надо учиться. Öğrenmeye lazım değil. Koyunu nereden быть? Siz de cavansız, səbirli olun, adam olun. Ben olmam. Oturmuşsun bırak kışkırır, özünü gösterir. Biraz Ha, kişi, özümü göstərmirəm. Danışdı bir dəfə, sakit orada sakit durdu. Yox, sonunu qaldı, ne olur? Ayağım, sən Sen cavansız, səbirli ol. глохни. Səbirli ol. Sen глохни.